Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Heydərli prospektin üstündə bu gözəl bu komplekslərdən birində qardaşım. Çox gözəl komplekslər, sevirəm bu kompleksi. Qanuni 4 otaq evlə həmən o xəyallar aləmi var qardaşım. Bu evin adını qoyuram xəyallar aləmi. Gedək bir dənə evimizə baxaq. Kərbəlayı, kvadrata bax. Əvvəldən deyim bunu. Allah bütün arzusunda olanlara var ha. Bax belə bir ev qismət eləsin. İndi izləyin. Bir dənə kvadrata bax qardaşım. 164 kvadrat. 4 otaq. Qanuni 4 otaq. 164 kvadrat. Ev nə bilim. Elə bir ki, xəyallar aləmindəsində də elə bir evdir qardaşım. Hardan başlayayım bilmirəm. Bax bura giriş hissəmizdir. Giriş hissəmizi bütün kermaqranatla düzlənmiş hissələr hamısı isti poldur. Ya Allah, buyur qardaşım. Bax asma tavan 164 kvadrat, yəni 4 otaq deyirəm. Bax isti poldur orada, kermaqranita hamısı. Bu bizim sanuzelimiz. Evdə 2 dənə balkon var. 2 dənə balkon var. Bu da dəyərli ana bacılarımız üçün belə deyim, mətbəximiz. Mətbəx mebeli qardaşım, bax. Özə membranlandır. Özə, bax, lüstr əlbisəni təkər, bax, bir dənə göstər. Lüstr bir dənə göstər, bax. Bax. Bax, o bir balkonumuz. Heydərli prospektinin düz üstündə. Ora bir mətbəximiz. Evdə özdə bir dənə də ehtiyat mətbəx var, qardaşım. Onu da göstərəcəm, bax. Yataq otağına bax, qardaşım. Bir yataq otağımız. Canım sənə desin. 2 yataq otağımız. Canım sənə desin. 3-cü yataq otağımız. Bax, buradan da belə bir. Bax. Burada da, bax, burada istif oldu. Buranı da mətbəx kimi istifadə edə bilirsiniz. Elə bir ki, evin 2 dənə mətbəxi var. Sən otaq elə, sən mətbəx elə. Qonaq otağına bax, abi. Gözəl qardaşım, dəyərli izləyicilərim. O deyirsə mənə, qanuni 4 otaq olsun. Prospektin üstündə olsun. Bax, həmən evdəyəm, qardaşım. Cəmi cümlətən neçəyə özdə qiymət? 207.000 manata. Bu ev üçün kupsalı. 207.000 manat. Bilirsən də, heç nədir. Buranı göstərdim Kərbəlayı. Ha? Göstərdim bu otağı da. 4-cü otaq.